Burada dedik ki, Jean Piaget nəzəriyyəsi ümumiyyətlə məktəbəqədər təhsildə ən mühüm yer tutan nəzəriyyələrdən biridir. Çünki Jean Piaget uşaqların öyrənməsinin mərhələlər şəklində baş verdiyini düşünürdü və düşünürdü ki, uşaq müəyyən yaş həddini keçməlidir ki, müəyyən yaş həddində böyüməlidir ki, nələrisə öyrənə bilsin, nələrisə bacara bilsin. Və bunu deyək ki, Jean Piaget'in fikrincə, yəni zehni inkişafın mərhələləri nəzəriyyəsi adlanır. Nəzəriyyənin adı zehni inkişafın mərhələləridir. Və Jean Piaget bu dövrü belə deyim 4 hissəyə bölürdü. Birinci bizim mərhələmiz adlanırdı hissi hərəki mərhələ və 0-2 yaşı əhatə eləyirdi. Refleksiv və hissi qavrayış bu dönəmin əsas açar sözləri idi. İkinci bizim mərhələmiz adlanırdı ilkin əməliyyatlar mərhələsi. Bu da əhatə edirdi 2-7 yaş dövrünü. Burada egosentrik düşüncə əsasən hakim idi. Uşaqlar mən mərkəzçi düşünürdülər və ilkin əməli mərhələdə bizim əsasən fokuslandığımız mərhələ bu mərhələdir. Çünki məktəbəqədər təhsil dövrü əsasən təsadüf edir elə 2-7 yaş dövrünə. Yəni daha doğrusu 6 yaşa qədər. Amma 6 yaşa qədər olan hissə də elə ilkin əməliyyatlar mərhələsinin tərkibinə daxildir. Bizim 3-cü mərhələmiz konkret əməliyyatlar mərhələsi idi. Bu da 7-11 yaşı əhatə eləyirdi və ən əsas açar sözü ondan ibarət idi ki, uşaq artıq məntiqi düşüncə ilə, belə deyim, hadisələrə yanaşa bilirdi. Onda məntiqi düşüncə formalaşırdı. Digər tərəfdən formal əməli mərhələ artıq 11 yaşdan sonra, 11-12 yaşdan sonra başlayır və burada əsasən hakim idi abstrakt və hipotetik düşüncə. Piaget ilə bağlı belə deyim, bizim ən çox müəllimlərin əziyyət çəkdiyi, daha çox onlar üçün çətinlik yaradan məsələlərdən biri Piaget'in belə deyim mərhələlərindən savayı daha çox terminlərdir. Hansı terminlər ki, müəllimlər həmin terminləri bir-birindən ayırd etməkdə çətinlik çəkirlər. Mən bugünkü dərsimizdə sırf fokuslanacağam Jean Piaget'in zehni inkişafın mərhələləri nəzəriyyəsinin terminlərinə. Hamısına dair o qədər sadə nümunələr gətirəcəm ki, müəllimlər sizin üçün. Ümumiyyətlə, bu terminlərlə bağlı hər hansısa bir problemimiz olmayacaq və dərsin sonunda da özümün sadələşdirdiyim bu PDF-i sizə əlavə olaraq göndərəcəm. Deməli, müəllimlər, biz dedik ki, Jean Piaget konstruktivistdir. Konstruktivizm cərəyanının bir nümayəndəsidir. Bir alim olaraq, bir psixoloq olaraq. Çünki bütün dünyadakı psixoloqlar, alimlər hər hansısa bir cərəyanın üzvü olurlar. Məsələn, sosial konstruktivistdir Vygotsky, amma Piaget sırf konstruktivistdir. Bəs konstruktivizm nədir? Bu sözün mənasını biz necə başa düşək? Müəllimlər, baxın bura. Hər bir bu sadaladığımız bu cərəyanlar, konstruktivizm cərəyanı, sosial öyrənmə, sosial konstruktivistlər, hər biri öyrənmə prosesinə müxtəlif baxış bucaqlarından baxırlar. Öyrənməyə müxtəlif cür yanaşırlar bu psixoloji, pedaqoji yanaşmalar. Və o müxtəlifliyə görə də onların adları elə belə müxtəlif olur. Məsələn, konstruktivizm öyrənməyə necə baxır? Bütün bu cərəyanlar hamısı öyrənmə prosesinə müəyyən bir yanaşma ilə yanaşırlar. Müəyyən bir baxış bucağından baxırlar. Düzdür, bunu anladıq. Bəs konstruktivizm öyrənməyə necə baxır? Konstruktivizm öyrənməyə bu cür baxır ki, müəllimlər. Uşaqlar bilikləri hazır şəkildə almırlar. Biliyi onlar, yəni uşaqlar özləri qrup yaradırlar. Yəni uşaq sadəcə dinləyən deyil, müəllimin sözlərini təkrarlayan deyil, fəal, araşdıran, tədqiqat aparan və sınaqdan keçirəndir. Piaget nə deyirdi? Deyirdi ki, öyrənmənin bir neçə əsas faktoru var. Birincisi, maraq. Uşaqda maraq olmalıdır, maraq sönməməlidir. Onun motivasiyasını idarə edən şey, öyrənməyə həvəs yaradan şey elə maraqdır. Maraq olmadısa, uşaq öyrənməyəcək. İkinci bəs nə deyirdi? Maraqdan sonra nə olmalıdır? İkinci bizim açar sözümüz ondan ibarət idi ki, uşaq kəşf edərək, özü sınaqdan keçirərək, səhvləri üzərində çalışaraq, özü praktikada tətbiq edərək öyrənməlidir. Yəni, konstruktivizmin nümayəndəsidir də Piaget, düzdür? Bax, o da elə konstruktivizmin sözlərini təsdiqləyir. Deyir ki, uşaq fəal olmalıdır, araşdıran olmalıdır, sınaqdan keçirməlidir. Yəni, baxın müəllimlər, sadə bir nümunə ilə desək,
Burada belə bir ibarə ilə sizə fikrimi çatdırmaq istəyərəm ki, biz qətiyyən düşünməməliyik ki, sanki uşağın beyni bir boş bir qab deyil ki, və biz onu gətirib sunan dolduraq və yaxud bir məsəl var Azərbaycan dilində, çox yaxşı bizim məsəllərimiz var. Deyir, quyuya su tökməklə quyu dolmaz. Su gərək quyunun özünün dibindən çıxıb gəlsin ki, həqiqi bir quyu kimi fəaliyyətini belə deyim, davam elətdirsin. Düzdürmü? Bax, Piaget də uşağa belə yanaşırdı. Müəllim gəlib uşağa, sanki uşağı bir boş qab kimi biz təsəvvür eləyə bilmərik ki, boş bir quyu kimi təsəvvür eləyə bilmərik ki, müəllim gətirib əli ilə o quyuya su tökəcək, quyu su ilə dolacaq və gedib həmin o su indi burada bilik mənasındadır da, yəni məcazi mənada. Uşaq gedib həmin biliyi hardasa istifadə eləyəcək. Piaget deyirdi ki, uşağın beyni boş qab deyil ki, biz gətirib ora su dolduraq. Bu bir tikinti meydançasıdır. Müəllim isə bu tikintidə həmin tikintiyə sanki bir material verən, istiqamət göstərən bir şəxsdir. Baxın, bəzi müəllimlər belə bir yanlış istiqamətə gedirlər ki, mən müşahidə edirəm ki, Piaget müəllimin fəaliyyətinə ümumiyyətlə önəm vermir. Xeyr, bu düzgün bir fikir deyil. Piaget sadəcə müəllimin fəaliyyətinə minimum, belə deyim, yer ayırır. Deyir ki, öyrənmə prosesində uşaq daha çox işləməlidir, tətbiq eləməlidir öyrəndiyini. Məsələn, riyaziyyat dərsində müəllim gəlir, həmişə sevdiyim bir nümunə var, onu sizə deyim, sadə dillə izah eləmək üçün. Müəllim gəlir, dərsdə bizə düsturu əzbərlədir, biz o düsturu əzbərləyirik, amma həmin düstur əsasında gətirib bir tənlik verəndə, bir məsələ həlli verəndə, uşaqların əksəriyyəti sinifdə həmin riyaziyyat düsturuna baxıb o misalı, o tənliyi həll eləyə bilmir. Bax, Piaget'in demək istədiyi də elə buydu. Deyir ki, müəllim müəyyən qədər istiqamət versə də, fasilitator rolunu, belə deyim, burada icra eləsə də, bələdçi rolunu icra eləsə də, təlim prosesini elə qurmalıdır ki, uşaq həmin təlim prosesinə maraq göstərsin, özü kəşf etsin, özü həmin düsturu tətbiq eləsin. Çünki o düsturu uşaq özü tətbiq eləməyincə, həmin tənliyin öhdəsindən heç vaxt gələ bilən deyil. Ona görə də o deyirdi ki, müəllimin fəaliyyəti minimum olmalıdır öyrənmə prosesində. Bacardıqca uşağı daha çox işlətmək lazımdır ki, açar sözlərimiz nə idi? Kəşf etmə bacarığını uşaq itirməsin, tətbiq etmə bacarığını uşaq itirməsin, marağını təlimə təhsilə itirməsin. Bax, əgər itirdisə, öyrənmə baş vermir. Bu olur əzbərçilik, düsturu yadda saxlayırıq, amma 2 gündən sonra gedib onu tətbiq eləyə bilmirik. Piaget'in istəmədiyi şey buydu. O istəyirdi ki, uşaq özü tətbiq eləsin. Müəllimin fəaliyyəti minimum olmalıdır deyəndə o bunu nəzərdə tuturdu. Yəni, baxın, Piaget'in özünün o aid olduğu o konstruktivizm cərəyanına görə söz sizə biraz belə qəliz görsənə bilər, amma çox asan bir şeydir. Öyrənmə bərabərdir nəyə? Uşağın öz təcrübəsinə, praktikasına, tətbiqinə və səhv etmək də bərabərdir, öyrənmənin bir hissəsidir. Yəni, Piaget deyirdi ki, uşaq səhv eləməzsə öyrənə bilməz. Bax, əsas bu zehni inkişafın mərhələləri nəzəriyyəsinin özəyi bu məsələlərdir. Hazır cavab vermək lazım deyil uşağa. Hazır şəkildə müəllim bütün cavabları verməli deyil. Onda maraq yaratmalıdır. Çünki uşağa hazır cavab verəndə öyrənməni biz zəiflədirik. Bax, mahiyyəti başa düşəndə sizin qarşınıza hansı formada test istəyir çıxsın, onu edəcəksiniz. Bəzən müəllimlərə situasiya tipli testlər çətin gəlir, amma mən həmişə deyirəm ki, əksinə, o kitab cümlələri ilə əzbərçi şəkildə olan testlər daha çətindir, nəinki situasiya. Çünki mənanı bilirsənsə, situasiyanı o qədər rahat yazırsan. Elə o biri testləri də, hər birini, ona görə mahiyyəti başa düşün. Və mən sizə izah elədikcə müəllimlər hər zaman, indi bu qrupda da onu xatırladıram ki, mütləq şəkildə qeydlərinizi aparın. İndi, yəni arxayın olmayın ki, dərsin sonunda bu sadə PDF-i sizə göndərəcəm. Əlbəttə, onsuz da göndərəcəm. Amma yenə də qeyd aparın müəllimlər. Mən görürəm ki, çünki qeyd aparan müəllimlərim çox daha yaxşı öyrənirlər. Deməli, belə. İkinci bir tərəfdən, Jean Piaget və bu kognitiv konstruktivizm arasındakı əlaqə nədir? Deməli, Jean Piaget özü konstruktivizmin ən əsas nümayəndələrindən biri sayılır və onun özünün yanaşması kognitiv konstruktivizm adlanır. Kognitiv sözünün mənası, müəllimlər, əqli deməkdir. Əqli, idraki,
Kognitiv sözünün mənası eyni şeydir. Baxın, bizim bir idraki inkişaf sahəmiz var məktəbə qədər təhsildə. Ona əqli inkişaf sahəsi də məsələn eyni şeydir də. Əqli inkişaf, idraki inkişaf. Kognitiv inkişaf da onun belə deyim də Latın dillərində, Yunan dillərində adıdır. Bir termindir. Kognitiv elə idraki deməkdir. Yəni Piaget kognitiv konstruktivizmin belə deyim irəli sürən bir pedaqoqdur, bir psixoloqdur. Və nə deyirdi? Deyirdi ki, uşaq dünyanı öz idraki vasitəsi ilə anlayır və bilikləri özü qurur. Uşağın kəşf etmək bacarığını əlindən almaq olmaz. Piaget üçün əsas məsələ uşağın zehni inkişaf səviyyəsi idi və yaşına uyğun düşünmə tərzi idi. Bu nə deməkdir? Bu o deməkdir ki, Piaget deyirdi ki, uşaq müəyyən bir yaş həddinə gəlməlidir ki, nələrisə öyrənə bilsin. Yəni siz gedib 1-ci sinif şagirdinə 11-ci sinif şagirdinin suallarını versəniz, o 1-ci sinif şagirdi 11-ci sinifdə oxuyan uşağın suallarına, ona aid onun sinifinə, onun dərsliyinə aid olan suallara cavab verə biləcək, cavab verə bilməyəcək. Bu 1-ci sinif uşağı böyüməlidir, öz üzərində inkişaf eləməlidir. Onun zehni inkişafı müəyyən bir mərhələlərdən keçməlidir ki, gəlib 11-ci sinif şagirdinin suallarına cavab verə bilsin. Düzdür, dünyada müəyyən istisnalar var. Bəzi uşaqlar var ki, wunderkinddir də, dahidir bu uşaq. Amma bu uşaq istisnadır da, yəni milyonda bir olur. İstisna da nədir? İstisna qaydanı pozmur. Qayda hamıya aiddir. Müəyyən bir istisna varsa arada, o ümumi qaydanı pozmur. İndi dünyada 5 dənə belə uşaq varsa, o demək deyil ki, bütün uşaqlardan biz eyni dahiliyi gözləyə bilərik. Biz bunu gözləyə bilmərik. Deməli, zehni inkişafın müəyyən bir mərhələlərindən keçməlidir uşaq və yaşına uyğun düşüncə tərzi var hər bir uşağın. Biz də bunu bilməliyik. Bağça müdürü olaraq, metodist olaraq, tərbiyəçi müəllim olaraq və işimizi də buna uyğun qurmalıyıq. Deməli, Piaget baxırdı ki, yəni o öz nəzəriyyəsini irəli sürəndə bir müqayisə aparır böyüklərlə uşaqlar arasında və görür ki, sadə suallara balaca uşaqlar cavab verə bilmirlər də. O onda başa düşür ki, bir uşağın nəyisə bacara bilməsi üçün müəyyən bir yaş həddinə gəlməsi vacibdir. Məsələn, baxın, mən sizə elə məktəbə qədər təhsilin özündən yaxşı bir dənə nümunə gətirəcəm indi. Baxın, məktəbə hazırlıq sinifləri var ha, 5 yaşlıların sinifləri. Uşaqlar ora gedirlər, amma bu məcburi deyil də, düzdür. Uşaq 1-ci sinifdən də başlaya bilər təhsilə. İndi məktəbə hazırlığa getməyən bir uşaq 1-ci sinifə başlayanda ola bilər ki, müəyyən hərfləri tanımasın, ədədləri tanımasın. Amma o uşaq təcrübələr, tədqiqatlar, araşdırmalar onu göstərir ki, həmin uşaqlar, yəni birbaşa 1-ci sinifə başlayan uşaqlar gəlib ötən ildən məktəbə hazırlığa gələn uşaqlarda bir il ərzində o hərfləri tanıyan uşaqlara çox qısa zamanda gəlib özlərini çatdırırlar. Sizcə niyə? Bax, elə bu Piaget'in bu nəzəriyyəsinə görə, nəzəriyyədə dediyi məsələyə görə daha doğrusu, irəli sürdüyü fikirləri gəlib çıxırıq biz. Deməli, axı o uşaq böyüyüb, yəni daha gec yaşında belə deyim də başlayıb və zehni inkişafın mərhələləri də onda daha sürətlə gedib. Və gəlib, o deməkdir ki, o bir il gec başlayıb, bu uşaqlar, sinif yoldaşları çoxdan məktəbə hazırlığa gedirdilər. İlk dövrlərdə həmin o birbaşa olaraq 1-ci sinifdən başlayan uşaq müəyyən əziyyətlər çəkə bilər. Amma qısa zamanda özünü toparlayıb, o keçən ildən başlayan uşaqlara gəlib özünü çatdırır. Çünki onun zehni inkişaf mərhələsi eyni ilə həmin digər sinif uşaqlarının, yaşıdlarının zehni inkişaf mərhələsinə uyğun gəlir. Və bir şey də var ki, həm ibtidai sinif müəllimələri, həm məktəbə qədərdə çalışan müəllimələr, bax bu Piaget nəzəriyyəsi ilə tanış olandan sonra onların, hətta valideynlər belə, mən deyirəm ki, hətta bundan valideynlərin də xəbəri olmalıdır. Valideynlər belə bununla tanış olandan sonra onların uşaqları olan fikirləri dəyişir. Uşaqları olan yanaşmaları dəyişir. Çünki uşağı daha çox yaxşı tanıyırlar. Yəni Piaget, baxın, mən sizə deyərdim ki, onun belə üstünlüyü, dahiliyi bu psixoloqun ondan ibarətdir ki, bizə elə gözümüzü açır ki, uşağı tanıtmaq baxımından, uşağı bizə elə gözəl tanıdır ki, bir də eyni düşüncədə olmuruq biz uşağa qarşı Piaget'ini oxuyandan sonra. Deməli, Piaget deyirdi ki, müəllimlər, qısaca toparlayaq. Uşaq böyüyün düşündüyü kimi düşünə bilməz. Hər yaşın özünün düşünmə forması var və məktəbə qədər yaşda da bu 2-7 yaş dönəmində uşaqlarda
eqosentrik düşüncə öndə olur. Yəni mən mərkəzçi düşüncə. Uşaqlar yalnız tuttururlar, öz fikirlərini deyirlər. Öz bildiklərini doğru sayırlar. Baxın, eqoizm sözü var. Eqoist insanlar necə olur? Deyir ki, mən deyən doğrudur. Eqolu olurlar da belə. Düzdür, o eqoizmdən bu eqosentrik düşüncə arasında bir fərqlər var, eyni şey deyil. Amma məna etibarıyla eyni kökdən gəlir də bu sözlər. Eqoist insan özünü mərkəzə qoyur, deyir, burada mənəm, məndən başqası yoxdur, hər kəs mənə xidmət eləməlidir. Eqosentrik düşüncəyə malik olan bizim balaca uşaqlarımız da, məktəbə qədər təhsildə olan uşaqlarımız da özlərindən asılı olmayaraq, çünki bu onlarda var, onların yaşı bunu tələb eləyir. Deyir ki, hər şeyin düzünü elə mən bilirəm, özünü mərkəzə qoyur, başqa insanlarla empatiya qurmur, heç kimin fikrinə önəm vermir, yalnız özünü önəmsəyir. Amma bu o demək deyil ki, gəlib 20 yaşına çatanda da eyni düşüncədə olmalıdır. O eqosentrik düşüncəni 7 yaşa qədər atlatmalıdır. Və müəllim də, tərbiyəçi də bütün bunları bilmədən öyrətmə prosesini düzgün apara bilməz. İstər məktəbə qədər müəllimləri, istər ibtidai sinif müəllimləri olsun. Deməli, dedik ki, zehni inkişafın mərhələləri var Piagetə görə və Piaget həmişə deyirdi ki, zehni inkişaf öyrənmədən öncə gəlir dedik. Yəni, necə öyrənmədən öncə gəlir? Yəni, uşaq müəyyən bir yaş həddinə gəlməlidir ki, onun əqli inkişaf eləməlidir ki, sonra nə isə öyrənə bilsin. Deməli, birinci mərhələmiz adlanmışdı nə müəllimlər? Hissi hərəki mərhələ, bu adlanır həm də sensomotor mərhələ. Bu uşaq doğulan andan etibarən uşağın 2 yaşına qədər davam eləyirdi və dünyanı uşaq toxunmaq vasitəsilə, hisslər vasitəsilə, reflekslər vasitəsilə öyrənirdi. Və əsas fəaliyyəti də əşyavi manipulyattiv fəaliyyət idi. Əsas fəaliyyəti əşyalarla manipulyasiya etmək idi. Baxın, reflekslər vasitəsilə öyrənmə o idi ki, uşaq əlini uzadırdı qaynar fincana doğru, əlini yandırır, geri çəkir. Refleksiv ona bir davranış göstərdi. Refleksiv bir refleks yaranır orada. Hisslər vasitəsilə budur ki, yerdən bir oyuncağı alır, salır ağzına, başlayır damağı ilə yoxlamağa, görür ki, bu bərkdir. Hissi qavrayışda, sensor qavrayış, toxunmaqla qavrayış. Əşyalarla manipulyasiya da budur ki, həmin dönəmdə biz baxırıq ki, biz qrupumuz birinci körpələr qrupudur. Uşaqlarımız 0-2 yaş dönəmindədirlər. Deməli, Piagetə görə hissi hərəki mərhələdədirlər, sensomotor mərhələdədirlər. Ona görə də mən müəllim olaraq nə etməliyəm? Mən müəllim olaraq uşaqlarla daha çox əşyavi manipulyativ fəaliyyətlər qurmalıyam. Çünki onların yaşı bunu tələb edir. Onların belə deyim, ehtiyacları, axı uşaq yönümlü təhsildir. Uşaq yönümlü təhsildə bizim vacib məqamımız nə idi? Təlimi təhsili uşaqların meyillərinə, uşaqların maraqlarına uyğun qurmaq idi, düzdürmü? Əşyalarla manipulyasiya etmək də odur ki, əşyaları idarə etmək. O legoları yığıb uşaqlar üst-üstə bir qüllə düzəldirlər, o yaşda, nə bilim, bir-birinə bitişdirirlər. Bu əşyalarla manipulyasiya etməkdir, yəni əşyaları idarə etmək. Sonra digər mərhələmiz gəlirdi 2-7 yaş dönəmi. Artıq belə deyim, orta qrup bura düşür, böyük qrup bura düşür, məktəbə hazırlıq qrupu bura düşür. Hətta ikinci körpələr qrupunun sonu deyək də. Və bu mərhələ də adlanırdı ilkin əməliyyatlar mərhələsi. İlkin əməliyyatlar mərhələsində də biz qavramaya əsasən artıq müəyyən bir ideyaların formalaşdığını görürük. Ən əsas məsələlərdən biri uşaqlarda bu dönəmdə, bura qeyd edeyim onu da, nitq inkişafı idi. Biz gözləyirik ki, artıq uşaqların, belə deyim, 2 yaşdan sonra onların nitqində məktəbə qədər təhsildə ən azı 300 dənə söz olsun. Nitq inkişafını gözləyirik. Bir çox obyektə fokuslana, diqqətini bir yerə cəmləyə bilməsini gözləyirik. Müəyyən bir ümumiləşdirmələr aparırlar uşaqlar bu dönəmdə. Və onlarda eqosentrik düşüncə, animizm adlanan məsələlər baş verir. İndi bunların hər birinin mənasını daha dəqiq sizə izah eləyəcəm dərsin davamında, animizm terminini də. Çünki bugün terminlərə baxırıq. Sonra 7-11 yaş. Bu artıq adlanır konkret əməliyyatlar mərhələsi. Düşünə bilərsiniz ki, müəllimə, artıq 7 yaşdan bizə aid deyil də uşaq məktəbə qədər təhsili başa vurur. Xeyr, bunların arasında varislik prinsipi var. Biz nəzəriyyəni dərk etmək üçün bütün yaş dövrlərinin xüsusiyyətlərini bilməliyik ki, bizim üçün gözümüzdə mənzərə tamamlansın. Hər bir gözümüzün önündə mənzərə, tam rəsm qurulmadan bir parçasına baxıb biz situasiya sualını həll eləməkdə çətinlik çəkə bilərik. Mənzərə gözümüzün qabağında tam olması üçün gərək bütün, belə deyim, mərhələlərə baxaq. Konkret əməliyyatlar mərhələsində də artıq uşaqda məntiqi düşüncə formalaşırdı, induktiv mühakimə formalaşırdı,
qruplaşdırma bacarığı, təsnifat bacarığı, mühakiməyə əsaslanaraq fikirlər formalaşırdı. Yəni uşaq müəyyən belə deyim, ehtimallar irəli sürürdü, mühakimələri irəli sürürdü. Formal əməliyyatlar mərhələsində isə artıq belə deyim, konseptual, abstrakt düşüncə, belə deyim, mücərrəd təfəkkür, hipotetik düşüncə, hipotez irəli sürmə, ehtimal irəli sürmə kimi bacarıqlar, fərziyyələr irəli sürmək kimi bacarıqlar artıq formalaşırdı. İndi baxaq görək ki, imtahanda bizim Piagetdən qabağımıza çıxacaq ən əsas anlayışlarımız hansılardır? Çox sadə formada izah eləyəcəm müəllimələr, siz də öz qeydlərinizi aparın. Baxın, Piaget ilə bağlı imtahanda ən çox qarşımıza çıxan anlayışlar bunlar olacaq. Rollu oyun məsələsi, sxem anlayışı, buna şmeta da deyirlər, amma Azərbaycan dilində elə sxemdir. Yəni bildiyimiz sxem. Hər şeyin bir sxemi olur da, nə bilim, mobil telefonun bir sxemi olur, evin özünün bir çertyoju sxemi olur. Bu beyindəki sxemdir. İndi nə olduğunu deyəcəm. Sentrasiya olur, egoizm olur, belə deyim, daha doğrusu egosentrizm olur, animizm olur, sinekretizm, assimilyasiya, akomodasiya, adaptasiya və ekvilibrium. Buna bəzi müəllimlər ekvilibrium deyirlər, amma o səhvdir. Ekvilibrium adlanır. Yəni bir-bir bu anlayışlara nəzər yetirək. Rollu oyun. Piagetə görə ilkin əməliyyatlar mərhələsində, artıq bizim ikinci mərhələmizdə, 2-7 yaş dönəmində çox vacib idi. Niyə görə? Çünki uşaq, belə deyim, rollu oyunda iştirakçı olurdu. Rollu oyun metodunun belə bir xüsusiyyəti var ki, orada uşaq aktiv bir iştirakçıya çevrilir və çox həvəslə iştirak eləyir. Məsələn, deyək ki, biz uşaqlara 5 dairəsində saymağı öyrədirik. Bizim, deyək ki, böyük qrupumuzda 5 dairəsində saymağı öyrədirik. Və bunu Piaget nəzəriyyəsinə görə necə qurmalıyıq? Baxın, belə bir sual sizə hətta sertifikasiyanın müsahibə mərhələsində də gələ bilər. Açıq o sual mərhələsi var testdən sonraki. Məsələn, belə bir sual gəlir ki, 5 yaşındakı uşaqlara, deyək ki, 10 dairəsində hesablamanı rollu oyun, daha doğrusu Piaget nəzəriyyəsinə görə necə hazırlayarsınız? Baxın, Piaget nə deyirdi? Deyirdi ki, öyrənmənin mərkəzində maraq dayanır. Sonra uşaq kəşf etməlidir, özü üzərində praktika etməlidir, şəxsi təcrübəsindən keçirməlidir, səhv edərək, sınaqdan keçirərək öyrənməlidir. Lakin özü öyrənmənin mərkəzində olmalıdır. Düzdür? Bunları indi mən bildim. Rollu oyun vasitəsilə bunu necə qura bilərəm? Piaget özü bunu deyir də bizə rahatlıqla. Deyir ki, məsələn, rollu oyun vasitəsilə mən bunu belə eləyərəm ki, bir mağaza oyunu təşkil eləyərəm, uşaqlara rollar verərəm. Biri satıcı, biri alıcı, biri kassir, biri nə bilim, marketin sahibi. Bu uşaqlar o marketi, xəyali bir market orada quracağıq, yəni bir formasına salacağıq, hər bir uşağa bir obraz verəcəyik. Baxın və hesablatdıracağıq. Gedəcək uşaq alış-veriş eləyəcək o marketdən. Nə bilim, 2 dənə banan alacaq, 3 dənə mandarin alacaq, hərəsinin bir qiyməti olacaq. Birinci hesablayıb baxacağıq ki, mən neçə ədəd meyvə almışam. 10 dairəsində olacaq da həmin ədədlərdə. Sonra onun pulunu hesablayacağıq ki, bu neçə manatdır? 10 manata qədər. Baxın, bir rollu oyundur. 10 dairəsində uşaqlara tanıdıram ədədləri, tanıdıram. 10 dairəsində pulu hesabladıram, 10 manata qədər, 1 manat, 2 manat, 3 manat, neçə manat çıxdı. Kassir orada hesablayır, alıcı burada hesablayır, satıcı burada hesablayır. Hamısı belə aktiv şəkildə hesablayır. Müəllim olaraq mən bəyəm gedib uşaqların yerinə bunu hesablayıram? Yox. Mən elə Piaget'in dediyini eləyirəm də. Neyniyirəm? Piaget'in dediyini eləyirəm. Deyirəm ki, uşaq mərkəzli olmalıdır yanaşma. Uşaq mərkəzdə, yəni müəllim özünü mərkəzə qoymamalıdır. Uşağa gedib, belə deyim, hazır şəkildə izah eləməməlidir. Şərait yaratmalıdır ki, uşaq özü öyrənsin. Bundan gözəl üsul var. Bax, Piaget bunu deyir. Rollu oyunun məqsədi budur. İndi sxem-şmeta anlayışı müəllimələr. Gəlin buna bir sizlə bərabərcə baxaq. Sxem anlayışı odur ki, bizim beynimizdə hər bir şeyin özünün bir sxemi olur. Bu Piaget nəzəriyyəsindən, yəni uşaqların gözü ilə bu məsələyə baxsaq, sxem uşağın zehni modelidir. Və dünyanı tanımaq üçün, məlumatı anlamaq üçün, mənalandırmaq üçün beyində yaratdığı bir
təcrübədir. Deməli, bəs biz nəyə burada fikir verməliyik? Məsələn, uşaq əgər həyatında ilk dəfə bir it görürsə, onun beynində bir it sxemi yaranır. Yəni deyir ki, it deməli belə olur. Beynində bir itin bir şəklini çəkir də, elə bil ki, çertyoş kimi. Sonra bundan sonra baxır başqa bir it görür. Görür ki, bu da ona oxşayır. 4 ayağı var, 2 qulağı var, quyruğu var, hürür. Bax, həmin sxemə bunu da əlavə edir. Sonra bir gün bir pişik görür. Məsələn, bunun pişiyin sxemi uşağın beynində yaranır. Düzdür? İndi, bəs sxemin əsas xüsusiyyətləri nədir? Sxem birinci növbədə təcrübə ilə yaranır. Mütləq şəkildə uşaq özü görür onu. Sonra həmin sxemlər daim dəyişirlər. Baxın, birinci belə bir növdə it görmüşdü, sonra başqa bir növdə it görür. İkisi də itdir, amma fərqli xüsusiyyətləri də var. Deməli, birinci sxem dəyişdi. Sonra uşaq həmin o beynindəki sxemə görə digərləri ilə əlaqələr qurur və öyrənmənin əsasını təşkil edir bu sxem anlayışı. Bax, birinci növbədə belə deyim, biz böyüklər də beləyik. Nəyisə anlamaq üçün sadə bir görürük, sonra digər başqa bir əşyanı da ona bənzədirik. İkisi arasında bir əlaqə qururuq, düzdür? Bax, bizim bu istifadə elədiyimiz telefonlar var, bu sensor telefonlar. Hamımız istifadə edirik də ondan qəşəng-qəşəng. Rahatdır bizim üçün. Bu planşetlər var, Bu planşetlər də elə bu telefona oxşayır da, düzdürmü? Götürürük telefonu istifadə ediriksə rahat, hər şeyindən başımız çıxırsa, bizim beynimizdə artıq bir, belə deyim, smartfon sxemi yaranmış olur. Və planşetdə ilk dəfə planşet alıb özümüzə istifadə eləyəndə, o bir qədər əvvəldə bizə onun dilini biraz öyrənmək çətin görünsə də, amma sonra görürük ki, bu elə eyni ilə telefondakı kimi imiş ki. Deməli, beynimiz nə etdi? Avtomatik olaraq birinci gördüyümüz telefon sxemi ilə, beynimizdə qurduğumuz o sxemlə, o çertyojla bir əlaqə qurdu da, düzdür? Planşeti də başladım elə telefondakı kimi istifadə eləməyə. Bax, uşaqda da belədir. Sonra, burada nəyə fikir verməliyik? Deməli, müəllim bu sxem anlayışı barədə onu bilməlidir ki, sxem uşağın əvvəlki biliklərini aktivləşdirir, yeni məlumatı tanış nümunələrlə bağlayır, oyun və təcrübə imkanları bunun əsasında yarada bilərik, sual verərək düşünməni aktivləşdirə bilərik və uşağın kəşflərini dəstəkləyib dəyərləndirə bilərik. Və məktəbə qədər dövrdə də sxemlər, müəllimlər daha çox, belə deyim, konkret və vizual olur. Uşağın beynində nəyinsə obrazının, nəyinsə sxeminin yaranması üçün uşaq mütləq şəkildə onu əyani şəkildə görməlidir. Həyatında it görməyən uşağa mən itin nə olduğunu izah edə bilmərəm. O, bu iti görməlidir ki, beynində itin sxemi yaransın. Çünki əyanilik vizual olaraq gözlə, baxın, burada gözlə görmə vacibdir. Sonra sxem anlayışı oyun fəaliyyətində uşaqda daha yaxşı formalaşır və təkrar etdikcə müəyyən yeni şeylər öyrəndikcə bu möhkəmlənir. Yəni, sxem anlayışı uşaqların təcrübələrini mənalandırmasına və gələcəkdə yeni biliklər öyrənməsinə kömək edir. Necə ki, o telefon, istifadə elədiyimiz o telefon bizə kömək eləyirdi ki, gələcəkdə planşetdən də rahat istifadə eləyək. Bax, uşağa da eləcə bu beynindəki birinci gördüyü, həyatda gördüyü bu it sxemi kömək eləyir ki, həyatda başqa növ itlərin də olduğunu daha sonra dərk eləyib, onun üzərinə əlavə etsin. Deməli, güclü və çevik sxemlər artıq nə olacaq? Uğurlu öyrənmənin bir təməli olacaq. Deməli, müəllimlər, sxem anlayışı haqqında bu qədər. Bunu yəqin ki, anladıq. Sentrasiya və, belə deyim, animizm, egosentrizm, sinekretizm haqqında mən sizə məlumat verəcəm. Buranı belə yadda saxlayırıq, bura qoy qalsın. Amma mən sizə indi davam eləmək istəyirəm assimilyasiya, akomodasiya, adaptasiya və ekvilibriumdan. Çünki bunların sxem anlayışı ilə əlaqəsi çox möhkəmdir. Sonra qayıdıb digər terminlərə də baxarıq. İndi baxaq görək, bu assimilyasiya nə olan şeydir? Baxın, assimilyasiya yeni məlumatı uşağın köhnə biliklərinə bir növ uyğunlaşdırmasıdır. Yəni, uşaq yeni gördüyü şeyi əvvəl bildiyi anlayışla izah edir. Bu nə deməkdir? Qoy məktəbə qədər təhsildən bir nümunə belə sizə gətirim. Uşaq əvvəlcədən deyək ki, həyatında bir dənə pişik görür.
bilir ki, bu pişikdir. Tanıdırıq biz ona deyirik, evdə pişik görür. Deyirik ki, bu pişikdir. Nə bilim, həyətdə, bacada bir yerdə bir pişik görür. Baxın, bu pişik, bu it və yaxud it görür və yaxud pişik görür. Elə pişik olsun qoy. Baxın, uşaq baxır pişiyə, görür ki, 2 qulağı var, nə bilim, quyruğu var. Sonra bir gün televizorda və yaxud müəllimə dərsdə ona bir dənə pələng balası göstərir. Pələng balası pələngdir də, pələyin balasıdır, düzdür? Bu pişik deyil ki. Amma zahirən pişiyə çox oxşuyur. Assimilyasiya odur ki, uşaq əvvəl axı beynində pişik sxemi var. Pişikdən hələ çıxmayıb da uşaq beynində pişik sxemi var. Pələng balası da pişiyə çox oxşadığından o onların arasında ayırd etmə eləyə bilmir. Yəni yeni gördüyü bir canlını köhnə bildiyinə uyğunlaşdırır və qayıdır deyir ki, bu da pişiyə oxşuyur eynilə, elə bu da pişikdir. Biz uşağa sübut eləyə bilmirik ki, bu pişik deyil, bu pələng balasıdır. Dediyinin üstündə duracaq. Bax, bu assimilyasiyadır. Çünki uşaq yeni heyvanı beynindəki köhnə pişik sxeminə salır. Yəni, burada sxem dəyişmir də, sadəcə biraz genişlənir. Deyir ki, belə pişiklər də var. Yəni, pələng balasının kimi vidində. Və yaxud, baxın, burada deyir ki, uşaq ilk dəfə bir it görür. İtlərin növləri var da, ovçarka var, dalmatin var, buldog var, sonra orada o bir var deyə, vəhşi ağzını belə bağlayırlar, nə idi o itin adı? O cür, məsələn, müxtəlif itlər var. Uşaq deyir ki, məsələn, ovçar bir iti görür, sadə məsələn, deyək ki, dalmatini görür. Sabahçısı gün ovçarkanı görəndə deyir ki, bu da itdir və onların arasında bir ayırd edicilik qoymur. Çoban itinin ayrı xüsusiyyəti var, ovçarkanın ayrı xüsusiyyəti var, kanqalın ayrı, müxtəlif növləri var da itlərin. Assimilyasiya odur ki, uşaq hamısını eyni görür. Bunların arasında cins fərqləri qoymur. Məsələn, deyək ki, bax, bu maşın markaları var, müəllimlər. Nə bilim, Hyundai var, Mercedes var, nə bilim, müxtəlif də, BMW var. Biz böyüklər bilirik ki, maşınların müxtəlif növləri var. Amma bu ilkin əməliyyatlar mərhələsində, bu 2-7 yaş dövrünə aiddir yeri gəlmişkən bu, assimilyasiya məsələsi, yadda saxlayın, 2-7 yaş dövrünə, ilkin əməliyyatlar mərhələsinə Piaget'nin. Orada uşaq hər maşını, qarşısına çıxan maşını adlandırır. Dayı demir ki, bu Jigulidir, bu Hyundai'dir, bu Mercedesdir, bu BMW-dir. Düzdür, indiki uşaqlar çox belə inkişaf eləyiblər. İndi ağlınıza gələ bilər ki, axı indikilər hər şeyi çox qəşəng bilir. Yəni, indi bu dövrün bir tələbidir bir yana baxan. Amma ümumi belə deyim də, istisna ümumi qaydanı pozmur. Həmin dönəmdə, yəni 2 yaşdan 7 yaşa qədər biz gözləyirik ki, uşaq bundan çıxsın, növləri bir-birindən ayırd etsin. İndi bu assimilyasiyadır. Bax, ayırd eləyə bilməməsi, hamısını eyni bilməsi assimilyasiyadır. Yaxşı? İndi assimilyasiyada sxem dəyişmir, sadəcə biraz genişlənir. Bəs akkomodasiya nədir? Növbəti terminimiz. Aha, bax, bu da çox maraqlıdır. Deyirəm, mən sadə formada müəllimələr qeyd edin. Akkomodasiya artıq köhnə bilik bizə kifayət etməyəndə onu dəyişdirmək və ya yenisini yaratmaq lazım gələndə üzə çıxır. Yəni, uşaq artıq başa düşür ki, onun köhnə fikri düzgün deyil. Yəni, məsələn, biz artıq uşağa öyrədirik ki, bax, bu pişik deyil, bu pələng balasıdır. Və uşaq artıq o ciddi fərqi anlayır ki, biri yırtıcıdır, biri ev heyvanıdır. Axı, pələng balasının özünün xüsusiyyətləri var, nə olsun bir-birini oxşayırlar. Bax, bu artıq akkomodasiyadır. Yəni, uşaq burada anlayır ki, pişik ayrı şeydir, pələng balası ayrı şeydir, pələng ayrı şeydir. Və artıq o pişiklə pələngi bir-birindən ayıranda var, ha. Nə bilim, BMW ilə Hyundai bir-birindən ayıranda var, ha. Uşağın beynində yeni bir sxemi yaranır. Pələng balası sxemi. Nə bilim, burada deyək ki, aslan qeyd eləməyək, pələng yazaq, qoy düz olsun. Pələng balası sxemi yaranır. Və yaxud Hyundai sxemi yaranır, Mercedes, BMW sxemi yaranır. Deyir ki, bu maşınlar fərqlidirlər. Hamısı maşın qrupuna aid olsa da, hərəsinin ayrı xüsusiyyətləri var. Maşınlar nə olsun ki, eyni şeyə xidmət edir, amma onların xüsusiyyətləri ayrıdır. Jiguli ilə BMW eynidir, xeyr. Bax, o Jiguli ilə BMW arasındakı, belə deyim də, biraz maraqlı olsun, fərqi anlayanda biz deyirik ki, uşaq artıq akkomodasiya mərhələsini keçib. Yaxşı? İndi baxaq, bəs adaptasiya nədir?
Adaptasiya elə bildiyimiz o dili uyğunlaşma. Ə, Bəzi insanlar isti ölkədən köçürlər soyuq, məsələn, qışı çox soyuq keçən bir ölkəyə. Deyirlər ki, uyğunlaşa bilmirəm bura, adaptasiyam çətin keçir də, uyğunlaşmam çətin keçir. Və yaxud bəzi uşaqlar olur ki, bağça dövründə belə deyim, adaptasiyası çətin keçir. Yəni adaptasiya nə idi? Uşağın zehni olaraq yeni bir mühitə uyğunlaşmasıdır. Və Piaget də deyirdi ki, adaptasiya ömür boyu davam eləyir. Və assimilyasiyanla müəllimələr, akkomodasiya da elə adaptasiya prosesinin içində gedir. Bunun iki yoludur. Yəni uşaq bu ətraf aləmdəki milyon dənə əşyanı, nə qədər şey var da dünyada, ətraf aləmi ümumiyyətlə kəşf edib başa düşmək üçün öz beynini buna daim uyğunlaşdırmaq məcburiyyətindədir. Ona adaptasiya olmaq məcburiyyətindədir. Baxın, biz nə demişdik? Uşaqda 2-7 yaş dövründə, bu ilkin əməliyyatlar mərhələsi dövründə əşya davamlılığı, belə deyim, prosesi baş verir. Uşaqda egosentrik düşüncə olur, ayrılıq təşvişi olur. Əşya davamlılığımız oydu ki, uşaq belə deyim 7-8 ayına qədər hər hansısa bir əşyanı, oyuncağı ondan gizlədəndə elə bilirdi ki, bu yoxdur. Amma 8 aylıq uşaqdan artıq onun oyuncağını gizlədəndə uşaq başlayır onun dalınca ağlamağa. Deyir ki, hanı mənim oyuncağım? Halbuki 7-8 ayına qədər o oyuncağın dalınca o ağlamırdı. Elə bilirdi ki, gözünün qarşısında varsa həmin oyuncaq mövcuddur. Yoxdursa, deməli o yer üzündə yoxdur. Amma 8 ayından sonra artıq uşaq əşyasının dalınca ağlayır. Və başlayırlar həmin dönəmdə uşaqlar əllərinə keçən o belə səs verən oyuncaqlar məsləhət bilirlər də mütəxəssislər ki, həmin dönəmdə uşağa belə zınqrovlu, səs verən oyuncaqlar alın verin ki, uşaq ondan oynasın. Bu bilirsiniz niyə görədir? O yerə atır əşyanı, o səs çıxardır və yaxud əlində belə şaxşaxlayır, içindən belə səs gəlir və uşaqda əşya davamlılığı yaranır. Sonra ayrılıq təşvişi bu dönəmə aid idi. Orada məsələn uşağı bağçaya qoyanda valideyn ilk dəfə uşaq valideynin dalınca çox ağlayır. Ayrılıq təşvişi keçirdir və biz tərbiyəçilərin, bağça müdirlərinin, metodistlərin əsas məqsədi odur ki, biz uşağı həmin dönəmdə həmin öyrənmə mühitinə çox yaxşı bir şəkildə adaptasiya edək ki, ayrılıq təşvişi termini də Piagetdən gəlir elə ki, uşaq onu rahat keçirtsin. Egosentrik düşüncə də odur ki, uşaq belə deyim, özündən başqa belə deyim də heç nəyi görmür, heç kimi görmür, yalnız özünü belə deyim öndə tutur. İndi ora gələcəm. Amma ondan qabaq istəyirəm ki, kiçik bir belə bir vaxt ayırıb bu ekvilibrium hadisəsinə də baxaq. Bunu da çox sadə izah eləyəcəm. Qeydlərinizi aparın müəllimələr. Ekvilibrium nə deməkdir? Bunun Azərbaycan dilində mənası tarazlıqdır. Yəni taraz olmaq, balansda olmaq, taraz olmaq. Ekvilibrium tarazlıq, yəni belə fiziki tarazlıq deyil bu. Uşağın beynindəki zehni tarazlığı təmsil eləyir. Bəs bu beyindəki bu ekvilibrium dediyimiz bu tarazlıq məsələsi necə baş verir? Bax, birinci növbədə uşaq pişiyi görür, deyir ki, bu pişikdir. Sonra o pələng balasını görür, deyir ki, bu da pişikdir. Uşağın beynində bu dönəmdə bir tarazlıq olur. Çünki belə ehtiyac hiss eləmir də, gedib onların növlərini ayırd eləsin. Beynində bir tarazlıq var. Mən deyirəm ki, pişik də pişikdir, pişiyə oxşayan pələng balası da pişikdir. Beynimdə bir tarazlıq var. Yeni bir şey öyrənmirəm ki, beynim dalğalanmır ki, xeyr, beynim tarazdır. Əminəm özümdən. Özümdən əmin olanda beynim taraz olur. Ekvilibrium halında olur. Amma nəyisə bilməyəndə, təzə bir şey öyrənəndə var ha, məsələn, çətin gəlir bizə bu terminlə. Bax, elə bu terminlərin özləri olsun. Bax, bir dəqiqə sizin beyninizdə bunu öyrənirsinizsə, həqiqətən götürürsünüzsə, beyninizdə bir dəqiqə baş verən şeyin adı ekvilibriumdur. Yəni, qarışıq bir vəziyyətlə qarşılaşırsınız. Yeni bir terminlə, belə deyim, qarşılaşmısınız. Hə, görəsən ekvilibrium nə deyə daha öncə eşitməmişdim, indi bir baxıram. Beyniniz belə qarışıb, öyrənmək istəyirsiniz. Nə olub? Beyninizdə belə bir yeni bir vəziyyətlə qarşılaşmısınız da, yeni bir terminlə bu dəqiqə işləyirsiniz. Tarazlığınız pozulub. İndi mən sizə izah eləyirəm. Siz bunun haqqında düşünürsünüz. Sualınız varsa sualınızı verirsiniz. Sınayıram sizi test edirik və öyrənməniz başlayır. Bu dərsə qədər ekvilibriumun nə olduğunu bilmirdiniz Piagetdə. Amma indi bilirsiniz ki,
Bu tarazlıq məsələsidir. Əvvəl belə bilirdim ki, nələrsə var burada, hər şeyi bildiyimi düşünürdüm. Amma öyrəndikcə görürəm ki, mövzuların içində nələr varmış. Yeni bir qarışıq bir vəziyyətlə rastlaşırsınız. Tarazlığınız pozulur beyində. Düşünüb, soruşub sınayırsınız, öyrənməniz baş verir, həqiqətən mənimsəyirsiniz və beyninizdə yeni bir bilik yaranır və yenidən bir tarazlıq qurulur. Deməli, vacib bir məqam var ki, həm uşaqda, həm böyükdə tarazlıq pozulmasa, öyrənmə də baş vermir. Müəllimələrdən kimdəsə mikrofon açıq qalıb. Səadət müəllimə, əzizim, deyəsən sizdədir. Xahiş edirəm, bağlayarsınız. Aha, çox sağ olun, təşəkkür edirəm. Aha, deməli belə. Nə oldu? Tarazlıq pozulmasa, öyrənmə baş vermir. Uşaqda da belədir. Birinci pişik deyirdi pələng balasına da. Sonra biz ona başa salırıq, nə bilim, dərs keçirik, qrup işi edirik, uşağı məşğələdən kənar fəaliyyətdə zooparka aparırıq. Artıq uşaq öyrəndikcə onun beynində o tarazlıq pozulur, öyrənmə baş verir və yeni bir bilik yaranır ki, bu pişik başqa şeydir, pələng balası başqa şeydir və beynində yeni tarazlıq qurulur. Amma bu tarazlıq artıq düzgün bir tarazlıq olur. Yoxsa əvvəl assimilyasiyadaydı uşaq, elə hər şeyi eyni şey bilirdi. Gördünüz? Ekvilibrium həmin o tarazlıqdır. Burada fiziki tarazlıqdan söhbət getmir, yəni idraki tarazlıqdan gedir söhbət. Sonra müəllimələr. Qayıdaq bizim bu deməli sentrasiya, egosentrizmə, animizmə və sinekretizm adlanan terminlərimizə. Bax, bunlar da çox rahatdır. Sentrasiya odur ki, uşaq özünü belə deyim mərkəzə qoyur. Yalnız öz istədiyini belə deyim düşünür və burada belə bir şey də var ki, sentrasiyada. Baxın, bunu belə deyim ki sizə. Məsələn, baş verən hər bir hadisəni uşaq baş verən bütün hadisələri uşaq özü ilə əlaqələndirir. Hadisələri özü ilə əlaqələndirir. Məsələn, deyək ki, bir parkda, məsələn, bu Yeni il bayramında, Novruz bayramında küçələri, parkları belə bəzəyirlər. Uşaqları gəzməyə aparanda uşaqlardan orada deyirlər ki, uşaqlar, bu parkı mən gəlmişəm deyə bəzəyiblər. Yəni mənə görə eləyiblər. Özünü elə bir mərkəzə qoyur. Egosentrizm isə oydu ki, uşaq belə deyim, bu sentrasiya yəni mən mərkəzçi olmaqda. Egosentrizm oydu ki, uşaq başqa insanlarla empatiya qura bilmir. Özü bir şeyi görürsə, elə bilir ki, başqaları da görür, başqaları da başa düşür. Yəni, özündən başqa heç kimin fikri ilə razılaşmır da, belə deyim, həyatda. Məsələn, egosentrizmə aid sizə sadə bir nümunə də gətirim ki, burada deyək ki, uşaq gəlib televizorun qabağında dayanır, baxır televizora. Ondan arxada oturanlar qabağını tutub axı televizorun uşaq. O televizoru görmürlər. Deyirik ki, çəkil, çəkilmir də. Axı özü görür televizorda gedən cizgi filmini. Elə bilir ki, özü görürsə elə hamı görür. Egosentrizm budur. Özünü deyir ki, yalnız mənə aydındırsa, deməli hamıya aydındır. Mənə aydın deyilsə, deməli heç kimə aydın deyil. Ancaq mərkəzi özünü qoyur. Yəni öz düşüncəsindən əsaslanır. Animizm də odur ki, müəllimələr. Baxın, yeri gəlmişkən elə bu da ilkin əməliyyatlar mərhələsinə aiddir, animizmdə. Burada uşaq insana xas xüsusiyyətlərin təbiətlə və təbiətə və əşyaların üstünə köçürdür. Məsələn, gəlinciyinin üzərində, gəlinciyi ilə danışır, insana aid xüsusiyyətləri gəlinciyə ötürür. Deyir ki, gəlinciyin başı ağrıyır, o xəstələnib, onu həkimə aparıram. Yəni, biz bilirik ki, gəlinciyin başı, kuklanın başı ağrıya bilməz də. Amma uşaq onu elə bir ki, insana xas bir xüsusiyyətin, başı ağrımaq xüsusiyyətini alıb köçürdür gəlinciyin üzərinə. Və yaxud bayırda şiddətli külək əsir. Uşaq deyir ki, hava çox qəzəblidir. Qəzəbli olmaq insana xas bir xüsusiyyətdir də. Havaya xas bir xüsusiyyət deyil ki. İnsana xas bir xüsusiyyəti, qəzəbli olmaq xüsusiyyətini köçürdü təbiət hadisəsinin, yəni küləyin üzərinə. Və yaxud da ki, nə bilim, ildırım çaxırsa, deyir ki, çox hirslənib, buludlar çox hirslənib.
Sinkretizm isə odur ki, müəllimələr, məcazi mənanı başa düşmür uşaqlar. Bunlarda abstrakt düşüncə olmur. Məcazi mənanı başa düşmürlər. Məsələn, məcazi məna deyəndə nədir? Biz deyirik, məsələn, kiminsə əlləri çox bacarıqlıdır. Məsələn, çox gözəl əl işləri hazırlayır. Qayıdıb deyirik ki, həmin insana, "Ah, sənin əllərin qızıldır. Gör nələr bacarırsan." Uşaq o anda elə bilir ki, uşağın yanında bunu deyəndə, həmin o ilkin əməliyyatlar dövründə, onun əlləri həqiqətən də qızıl materialındandır da, yəni bildiyimiz qızıldandır. Yəni mədəni belə deyim də, o mineral qızıldandır da o material olaraq. Day bilmir ki, bu məcazi mənada qızıldandır mənasıdır. Bax, sinkretizm də məcazi mənanı başa düşməməkdir. İndi müəllimlər, çox az qalıb. Bu hissəni də sizə izah edeyim. Bir də uşaqlarda deməli hipotetik düşüncə yaranır artıq formal əməli mərhələdə. Bu da ən yüksək mərhələdə artıq 12 yaşdan sonra, 11 yaşdan sonra baş verir. Artıq hipotetik düşünmə, yəni hipotez əsasında düşünmə, ehtimal əsasında düşünmə, fərziyyələri ən çox kimi irəli sürür? Alimlər, ən böyük filosoflar fərziyyələri irəli sürürlər də. Yəni o düşüncə çox yüksək bir düşüncədir və daha böyük yaşlarda baş verir. Deməli, insanın real olaraq baş verməyən, lakin gələcəkdə mümkün ola bilən vəziyyətlər üzərində bir düşünmə bacarığıdır. Yəni, ehtimal və fərziyyə irəli sürmək bacarığıdır. Bu da formal əməliyyatlar mərhələsində baş verir. Lakin biz uşaqlarda, o kiçik yaş dönəmində tənqidi təfəkkürlə də axı işləyirik axı. Onun da sualları var da. Baxın, onlar nələrdir? Açıq uculu suallar. Əgər belə olsa nə baş verərdi? Məsələn, uşaqlara bir sual veririk məşğələdə 5 yaşlılar qrupunda, böyük qrupda. Əgər yağış yağmasaydı, nə olardı? Əgər günəş çıxmasaydı, nə olardı? Bax bu, hər nə qədər 12 yaşdan sonra tam formalaşsa da, məktəbə qədər təhsildə hipotetik düşüncənin əsası bax elə bu suallarla qoyulur. Yəni, uşaq artıq fərziyyə irəli sürür, ehtimal irəli sürür ki, günəş çıxmasaydı, hava soyuq olardı, bitkilər yetişməzdi, meyvələr yetişməzdi, ağaclar böyüməzdi, bax belə, hava isinməzdi və yaxud da ki, hər hansı bir şərt dəyişsəydi həyatda, deyək ki, bağçaya səhər tezdən gəlmək şərti dəyişsəydi, nəticə necə olardı? Uşaq başlayır, deyir ki, hə, biz günorta gələrdik, gec yuxudan durardıq və yaxud məktəbə gec gələrdik. Belə-belə fərziyyələr irəli sürür. O fərziyyə irəli sürürsə, olmayan bir şey haqqında ehtimal irəli sürürsə, bu olur hipotetik düşüncə. Hipotetik düşüncənin əsas xüsusiyyətlərinin açar sözləri, təxminlər aparır uşaq, müəyyən bir ehtimalları dəyərləndirir, gələcək nəticələri belə deyim öncədən düşünür və əlbəttə ki, alternativ həll yolları tapır. Deməli, bu da formalaşır 11 yaşdan sonra. Məsələn, əgər su qaynamasaydı yemək bişərdimi, yumurta bişərdimi? Əgər qaydalar olmasaydı bizim cəmiyyətimiz necə olardı? Əgər bu problemin həlli üçün başqa üsul seçsəm nəticə dəyişərdimi? Və biz burada belə deyim, artıq ona əsaslanırıq ki, hipotetik düşüncədə. Uşaq yalnız gördüyünə deyil, bax, hipotetik düşüncəyə qədər uşaq gördüyünə, konkret, belə deyim, əməliyyatlara yönəlirdisə, artıq formal əməliyyatlar, baxın, nümunələrə əsaslanmaq konkret əməliyyatlar mərhələsinin işidir. 11 yaşa qədər baş verir. 11 yaşdan sonra isə uşaq yalnız konkret gördüyünə deyil, ola biləcək vəziyyətlərə də əsaslanaraq düşünür. Məntiqli şəkildə problemi həll edir. Və hipotetik düşüncə real olmayan, lakin mümkün olan vəziyyətlər üzərində təxmin, belə irəli sürmək bacarığımızdır. Və ümumiyyətlə, Piaget'in bu terminlərini belə bir toparlasaq son olaraq, Piaget və kognitiv konstruktivizmin nümayəndəsidir dedik. Bağçada bizə bunu deyir ki, uşağa qətiyyən cavabları hazır şəkildə vermə, uşağın yaşına uyğun təlim mühiti hazırla, uşaq üçün orada sual verməyə imkan yarat ki, özü kəşf eləsin, bax, kəşf eləsin, sınaqdan keçirsin, səhvləri üzərində öyrənsin sözü varsa, bu Piaget'dir. Səhv etməsinə icazə ver, uşaq özü kəşf etsin. Sonra, belə demirik ki, bax, bu belədir, mütləq bunu belə yadında saxla. Sual veririk ki, səncə niyə belə oldu? Qoy səbəbi araşdırsın. Və konstruktivizm cərayının dedik nümayəndəsidir. Qısa bir yaddaş qeyd edeyim sizə. Piaget konstruktivizm nümayəndəsidir. Konstruktivizm onu deyir ki, uşaq biliyi özü qurur, hazır şəkildə almır. Piaget biraz da bu konstruktivizmi ilərlətib
adını öz adı ilə bağlayır, o eləyir. Kognitiv konstruktivizm, yəni Piaget kognitiv konstruktivistdir. Yəni idraki fəaliyyətə əsaslanan konstruktivistdir. Assimilyasiya nə idi bizim terminimiz? Yeni biliyi köhnəyə uyğunlaşdırma. Akkomodasiya köhnə biliyi artıq dəyişdirmə, yenisi ilə razılaşma. Adaptasiya mühitə uyğunlaşma, yəni öyrənmə prosesinə uyğunlaşma. Ekvilibrium isə artıq zehni tarazlıqdır. Yəni öyrənmənin baş verdiyi nöqtədir, andır. Deməli, uşaq öyrənmir, öyrənməni Piagetə görə özü yaradır. Bu Piaget'in müəllimələr əsas fikri idi. İzahımız bu qədər. Mən düşünürəm ki, bütün əsas bu terminlərə sizlə bərabər baxdıq. Mən istəyirəm ki, indi bir şifahi bir sual-cavab eləyək sizlə. Vaxtımızı səmərəli dəyərləndirək. Lalə müəllimə, sizlə başlayaq əzizim. Axşamınız xeyir olsun. Axşamınız xeyir, mənim axşamınız xeyir. Lalə müəllimə, siz mənə izah eləyin öz sözlərinizdən ki, bu konstruktivizm nədir? Bugün test işləməyəcəyik, şifahi sual-cavab eləyəcəm sizlə. Müəllim, bu uşaq bilikləri burada deyir ki, hazır şəkildə olmur. Onların özü qurur, özü yaradır. Yəni uşağın burada özü özü kəşf eləyir, hər bir şeyi özü sınaqdan keçirir də və keçirdiyi sınaqları da praktikada tətbiq edir. İndi müəllimə, siz mənə deyin görüm ki, konstruktivizm cərəyanı müəllim mərkəzli yanaşmanı dəstəkləyir, yoxsa uşaq mərkəzli yanaşmanı? Uşaq mərkəzli yanaşmanı şeylir deyir, uşaq səhv edə bilər. Əsaslandırın. Uşaq deyir, səhv də edə bilər. Uşaq əsasən burada öyrənməlidir da, özü deyir, yaratmalıdır, qurmalıdır və səhv deyiləsə o, necə deyim belə, əsas sayılmır da, səhv eləyərək öyrənir uşaq. Səhvlərin nəticə çıxardar. Hə. İndi müəllimə. Müəllim onlara hazır material verməməlidir, onlara istiqamət göstərməlidir. İndi siz mənə deyin görüm ki, konstruktivizmdə müəllimin rolu nədən ibarətdir? Konstruktivistlər müəllimə necə yanaşırlar? Onlar o uşağa yalnız istiqamət verirlər. Aha. Müəllimin rolu burada maksimumdur, yoxsa minimumdur? Aşağıdır müəllim. Müəllimin rolu aşağıdır, sadəcə ona istiqamət verir. Burada ən çox fəal uşaqdır. Və bir də belə bir şey var ki, müəllimələr, bir də onun üstündən keçim, deyirlər ki, Piaget ümumiyyətlə müəllimə önəm vermirdi. Xeyr, belə deyim də, minimum önəm verirdi. Maksimum Elə ki, yol göstərən kimi, yəni hər hansı bir səhifində, hər hansı bir şeyində ona uşağa istiqamət verməlidir. Montessori var ha, indi biz onu keçəcəyik sizlə. Maria Montessori təlimi. Maria Montessori ilə Piaget'in ortaq xüsusiyyəti, buradan sizə deyim ki, eynidir. O da elə yanaşırdı. Deyirdi ki, müəllim mühiti qurmalıdır, qəşəng belə maraqlı öyrənmə mühitini qurmalıdır. Sonra çəkilməlidir kənara, imkan verməlidir ki, uşaq kəşf edə, orada nələrisə öyrənsin. Özü gedib, bizdə var, bəzən müəllimələr gedib uşağın yerinə özü rəngləyir vərəqi. Baxın, bu çox yanlış bir şeydir. Ki, özü rəngləyib çıxardır, nə bilim, təsviri fəaliyyət məşğələsində falan. Piaget bunu istəmirdi olsun. Sonra səhv deyiləsə özü öyrənsin. Səhv edərək öyrənsin. Bəli, müəllimə, tamamilə doğrudur. Bəs Jean Piaget konstruktivizmin hansı cərəyanı idi? Kognitiv konstruktivizm, düzdür? İndi siz mənə deyin ki, kognitiv konstruktivizm deyəndə biz nə başa düşürük bəs? Mən orada idrak başa düşürük də, əqli inkişaf, idrak. Aha. O bilikləri zehni vasitəsilə bilikləri özü biliklərlə inkişaf edir də. Yəni zehni inkişaf burada daha güclü gedir. Orada da həmçinin uşağın yaşına uyğun olmalıdır. İndi siz məntiqi buna əsaslanaraq bu məntiqi nəticəyə gələ bilərikmi ki, Piagetə görə zehni inkişaf birinci gedir, öyrənmə sonra gəlir. Bəli, bəli. Bəli, zehni inkişaf əvvəlcə olur, sonra öyrənmə gəlir. Və burada da buyurun. Uşağın zehni inkişaf səviyyəsi də uşaqların yaş xüsusiyyətlərinə görə düşünmə tərzi yaranır da. Doğrudur müəllimə. İndi bir haşiyə çıxmıram, əslində elə tam mövzu ilə yaxından əlaqəsi var. Gələn dərsdə də bunu keçəcəyik. Vygotsky nəzəriyyəsində isə orada deyir ki, sosial inkişaf nəzəriyyəsi, amma Vygotsky'nin Piaget'dən fərqli cəhəti var. O deyir ki, birinci öyrənmə baş verir, sonra əqli inkişaf edir. Bunların əsas belə deyim fikir ayrılığı buradadır.
Təşəkkür edirəm Lalə müəllimə. Çox sağ olun aktiv Sağ iştirak olun. üçün. Sağ olun. Ləman müəllimə, axşamınız xeyir olsun. Axşamınız xeyir müəllimə. Necəsiz müəllimə? Gəlin Sağ olun. Bir sizlə 20 də dəqiqə gec başlamışam dərsə bu günləri. gec Üzrlü sağ olun. qoşulmusuz. Hə. Gəlin sizlə 20 baxaq dəqiqə. bu mərhələlərə. Bir Piagenin mərhələlərini mənə sadalayın, xahiş edirəm. Hissə hərəki, yəni sensomotor mərhələdir. İlkin əməliyyatlar, konkret əməliyyatlar, bir də formal əməliyyatlar. İndi siz mənə hissə hərəki mərhələnin xüsusiyyətlərini öz sözlərinizlə izah edin. Hissə hərəki, yəni uşaq hiss edərək, toxunaraq, yəni bu cür öyrənir də, anlayaraq yox. Sadəcə yəni əlini vurdu, dadına baxdı, Aha, toxundu. gözəl. Yəni bəli. Bəs bu dövrdəki aparıcı fəaliyyətimiz hansıdır? Əşyavi, Əşyavi Manipulyasiya. əşyavi manipulyativ fəaliyyət. Bəs ilkin əməliyyatlar mərhələsi hansı dövrü, hansı yaşları əhatə eləyir, nələr daxildir? İlkin əməli 7-11 yaşdır. 2 yaş. İlkin 2-7 yaşdır, bəli, üzrlü sayın. Hı. 2-7 yaşdır və orada sualı bir də verin müəllimə, üzrlü Yəni sayın. nə daxildir? Yəni hansı terminlər bu sahənin içərisində daxildir? Nə baş verir uşaqda bu 2-7 yaşda ilkin əməliyyatlarda? Qavrama formalar. Yəni Aha. qavraması yaranır, artıq qavrayır. Sonra yəni fokuslana bilir nəyəsə, hansısa əşyaya. Sonra Nitq inkişafı egosentrik əsas düşüncə nitq inkişafı. yaranır. 2 yaşlı uşağın nitqində neçə söz olmalıdır? Kim deyər? Deyə bilərsiniz? 300. 300. Aha, 300. Bir də Ləman müəllimə. Egosentrik düşüncə, animizm hansı dövrün xüsusiyyətidir? İlkin mərhələ. İlkin əməliyyatların. Aha, İlkin əməliyyat. aha, doğrudur. İndi digər mərhələnin xüsusiyyətləri, konkret əməliyyatların xüsusiyyətlərini sadalayın müəllimə. Konkret əməliyyatlar artıq uşaq yəni mühakiməyə başlayır əsaslanır, fikir Gözəl. yəni məsələn egosentrikdən çıxır, Aha, artıq özünü məsələn başqasının yerinə qoymaq, gözəl. sonra belə məntiqi Baxın, düşüncələri qruplaşdırma təsnifat sözü var ha. Baxın, bir Aha. hamınız xahiş edirəm diqqətlə dinləyin. Ləman müəllimənin timsalında. Bir haşiyə çıxıb bir dənə də sizə test yönümlü bir dənə ipucu verin burada maraqlı. Baxın, uşaq qruplaşdırır ha. Məsələn, ədədləri, əşyaları, məsələn, üçbucaqları bir yerə yığır. Dairələri bir yerə, kubları da bir yerə. Bu oldu qruplaşdırma. Demək ki, onda məntiqi düşüncə formalaşıb, induktiv mühakimə formalaşıb ki, nələrsə qruplaşdırıb bir yerə yığa bilir. Təsnifat edə bilir. Bax, bayaq sizə bir misal dedim, avtomobillərin növləri var. Təsnif edirik də, BMW-lər var, nə bilim, Mercedes-lər var. Bax, bu təsnifatdır. Təsnif eləmək, qruplaşdırmaq. Bu da baş verir hansı dönəmdə? Konkret əməliyyatlar dönəmdə artıq biz gözləyirik ki, tam formalaşmış olsun. Yaxşı? Bəs digər mərhələmiz hansı idi müəllimə sonuncu? Formal əməli mərhələ, bu da artıq 11 yaşdan yuxarı mərhələdir. Əsas Orada xüsusiyyətləri bəhs edirik ki, uşaq artıq fikir irəli sürür, sonra fərziyyələri yaranır, Gözəl. fərziyyə irəli sürür də. Mücərrəd təfəkkür də inkişaf edir. Tabii. Aha, doğrudur müəllimə. Mücərrəd təfəkkür, ehtimal və fərziyyələr hamısı aiddir formal əməliyyatlar mərhələsinə. Aktiv iştirak üçün təşəkkür edirəm Ləman müəllimə. Afərin. Çox mən biraz gec qoşuldum, amma sonradan anladım. Yenə də oxuyacağam. Video qeydi də mütləq izləyərsiniz müəllimə. Xahiş edirəm, mütləq izləyin. Özünüz üçün Çox sağ faydalıdır. Nurlanə müəllimə, axşamınız xeyir, burdasınız. Sonra burada Səadət müəllimə. Səadət müəllimə. Eşidirsiniz məni yoxsa yox? Bəli, mən eşidirəm müəllimə. Axşamınız xeyir olsun müəllimə. Axşamınız Səadət xeyir müəllimə, müəllimə. siz də mənə bu sxem anlayışını izah eləyin, öz sözlərinizlə Piaget edin. Bax necə başa düşmüsünüzsə elə. Sxem anlayışı. Amma hər şeyin bir özünün sxemi olur da. Aha. Bir dəqiqə müəllimə. Bir dəqiqə. Uşaq tutaq ki, müəllimə belə dediniz də, bir iti görürsə,
iti görür, sonra başqa bir iti görür. Görür ki, məsələn, itin də 2 dənə qulağı, 2 gözü, 2 4 ayağı varsa, deməli o da itdir. Bu da itdir. Fikirləşir, o da itdir. Məsələn, pişiyi görürsə, elə bir pişiyi görür, sonra görür pələngi balasını görür. Onu da oxşadır pişiyə. Hə. Beynində bir sxem var. Bir- Görməsə biri- bilməz. Düzdür? Görməsə bilməz. Gözü ilə görməsə onu bilməz. Konkret Özünə vizual gör- olaraq görməlidir. Hə, onu sxemə salır, gözündəki onu salır sxemə. Əvvəlkin görür, sonrakini də ona bənzədir. Ay, Oxşadır da, elə bil. Aha, Düzdür doğru. müəllimə? İndi siz mənə deyin ki, müəllimə, assimilyasiya bəs nədir? Assimilyasiya deməli 2-7 yaşlı dövrünə əhatə edir də. Yeni bilikləri, şeyləri əvvəl gördüyündən, köhnə şeylərlə oxşadır. Uşaq hamısını elə bir eyni görür. Eyni görür. Məsələn, görür itdir, bu da itdir. Də bilmir ki, məsələn, itin də növləri var. Gözəl, Buldog ola bilər, avçarka ola bilər. gözəl. Uşaq onu ayırt edə bilmir. Onu belə əvvəlki deyərdim. sxemə salır. Əvvəlki Sıxemə, əvvəlki sıxemə salır, bəli. Bu assimilyasiyadır. Oldu müəllimə, çox təşəkkür eləyirəm aktiv iştirak üçün. Vəfa müəllimə, burdasınız? Buradayım, axşamınız xeyir, Hər necəsiz? vaxtınız. Sağ olun müəllimə, siz necəsiz? Sağ olun, Allah razı olsun. Müəllimə, bəs akkomodasiya nədir? Siz mənə onu izah edin öz sözlərinizlə. Deməli, akademisiya köhnə bilik kifayət etməyəndə onu dəyişdirir, yenisini əvəzləyir. Aha, necə? Məsələn, uşaq əvvəllər bilir ki, bu pişikdir, amma sonradan bilir ki, əgər ona bir pələng balası göstərəndə o bir ayırd eləyir onları. Eyni quruluşa malik olsalar da, amma onun fərqli xüsusiyyətlərini bilir. Gözəl. Deməli, beyində yeni bir sxem yaradır. Sxem yaradır. Aha. Bəs adaptasiya nədir müəllimə? Adaptasiya isə demək uyğunlaşmadır. Aha. Bu necə baş verir? Deməli, uşağın zehni olaraq mühitə uyğunlaşmasıdır. Aha. Və ömür boyu davam edir. Ömür boyu davam edir. Nə qədər yeni şey öyrəniriksə, o qədər də beynimiz həmin yeni şeyə adaptasiya edir. Adaptasiya olunur. Düzdürmü? Bəs ekvilibrium nədir müəllimə? Tarazlıq. Tarazlığı necə izah eləyərsiniz? Yeni bir şey öyrənəndə beynimizdəki tarazlıq pozulur yoxsa eyni qalır? Pozulur. Pozulur. Aha, yeni bir şey Pozulur. öyrənəndə pozulur. Və bilik yerləşəndən sonra artıq yenidən tarazlıq qurulur. Başqa tarazlıq Hə, qurulur. tarazlıq qurulur. Bax, bugün sizin öyrəndiyiniz bu yeni terminlər sizin üçün tarazlığı pozmuşdu beyninizdə. Amma yadda qalandan sonra, beyninizə oturandan sonra, testlərini eləyəndən sonra o artıq yenidən bir tarazlıq qurulacaq. Yaradacaq. Bəs hipotetik düşüncə nədir müəllimə? Bunu da deyəyin. Bu sualın bütün qrupadır. Hipotetik düşüncə, son sualım. Deməli 11 yaşdan sonra mənə Fərziyədir müəllim. Burada ən çox fərziyələr, etibarlar sürülür. Aha. Hansı yaş dövrünə aiddir? 11 yaşdan yuxarı. 11 yaşından yuxarı. 11-12 yaşda. Formal 11-12 yaşdan sonra başlayır Nurlani müəllimə. Doğrudur. Əsas xüsusiyyətləri nələrdir? Uşaq fərziyyələrə özü düşündüyü qədər suallar verir. Məsələn, ehtimallar edir ki, məsələn, yağış yağmalıydı. Gözəl. Aha. Sonra nə olardı yağış yağmasaydı? Fərziyyələrlə düşünür. Sonra günəş çıxmasaydı nə olardı? Aha. Fikirləşir, günəş çıxmasaydı nə olardı? Nə olardı? Meyvə, şeylər Sadəcə yetişməzdi. Özünə fərziyyələrlə suallar verir. Aha. İndi ümumiləşdirsək, biz bu Piaget və konstruktivizm baxışı var da bağça təhsilində. Bunu necə bir ümumiləşdirə bilərik? Baxın bu hissəyə, bunları da sadalayaq bütün qrupla. Hamıya aiddir. Uşağa hazır cavab verməmək lazımdır. Uşağın yaşına uyğun düşünmək lazımdır. Sual verməyə imkan yaratmaq lazımdır. Səhv etməyə də icazə vermək lazımdır. Və uşaq burada özünü kəşf etsin. Açar sözlərimizi indi bir də təkrarlayaq. Hazır cavabları verməmək, uşağın kəşfinə imkan yaratmaq, onda təhsilə maraq yaratmaq. Marağı baxın, Piagetə görə maraqdır. Maraq söndürsə hər şey bitdi deməkdir.
Yaxşı. Uşağın marağı olmasa Aha. öyrənə bilməzlər. Mütləq şəkildə Müəllimə, maraqlı. bir də uşağa əlverişli mühit yaratmaq lazımdır ki, uşaq özü kəşf edərək, səhv edərək öyrənsin və kəşf etsin. Gözəl, əla, əla. Təşəkkür edirəm müəllimələr. Bu gün hamınız çox maraqlı, aktiv iştirak elədiniz. Hər birinizdən çox razı qaldım. Bax, həmişə belə aktiv olun. Oldu müəllimlər. Sağollaşaq, Çox dərsimiz sağ olun. yekunlaşır. Dərsdən sonra Sağ testləri də, olun, PDF-i gözəl. də, video qeydi də göndərəcəm. Sağ olun müəllim. Sağ olun. Gözəl izahınız Sağ üçün. olun.